Salam, biskvit hazırlayıram. 6 ədəd yumurta lazımdır. Yumurtaları ağını sarısından ayırmışam və əvvəlcədən soyuducudan çıxartmışam və onu da qeyd edim, bilməyənlərdən ötürü ki, qablarımız qupquru olmalıdır. Deməli, biskvitləri cürbəcür hazırlayırlar. Bunun hazırlanma qaydası belədir və resepti də belədir. Deməli, yumurtanın ağının üzərinə 12 qram yəni 2 bağlama şəkərli vanil əlavə edirəm. Mikserlə qarışdırıram. Belə köpüklənəndən sonra üzərinə 10 qram mən qarğıdalı nişastası əlavə elədim. Siz kartof da əlavə edə bilərsiniz. Yenidən mikserlə qarışdırıram. Bu cür qatılığa və rəngə gələnə qədər qarışdırıram. Daha sonra mən burada 210 qram şəkər istifadə edirəm. Şəkərin 1/3 hissəsini bura əlavə edirəm. Yenidən qarışdırıram. Şəkər əriyənə qədər mikserlə qarışdırıram. Şəkər tam əriyəndən sonra isə bunu kənara qoyuram. Mikserin çubuqlarını yumadan. İndi isə sarıları mikserlə qarışdırıram. Əvvəlcə qarışdırmaq lazımdır. Daha sonra geridə qalan şəkəri əlavə edirəm və mikserlə qarışdırıram. Şəkərin tamam əriməyini gözləyirəm. Və ağaranacan mikserlə qarışdırıram. Bu cür olmalıdır. Daha sonra az-az yumurtanın ağını əlavə edirəm, qarışdırıram. Kiçik qabda olduğuna görə mən qabları dəyişirəm. Hamısını böyük qaba əlavə edirəm. Yumurta sarınız böyük qabda olacaqsa ehtiyac yoxdur. Elə həmən qabda da edin. 180 qram unu əvvəlcədən ələmişəm və yenə də əliyərək əlavə edirəm. Az-az əliyirəm, qarışdırıram. Daha sonra yenidən davam edirəm. Gördüyünüz kimi taxta qaşıqla qarışdırıram. Plastik qaşıqla da olar, dəmirlə etməyin. Və sobanı əvvəlcədən 175 dərəcəyə isinməyə qoymaq lazımdır. Və onu söyləyim ki, çoxlarından eşidirəm ki, məndə biskvit alınmır, nə etmək olar? Deməli dostlar, məndə də çox vaxtı biskvit alınmayıbdır. Tez-tez bişirə-bişirə alındı. Bu reseptdə 175 dərəcədə bişirmək yazılıbdır. Lakin sobadan sobaya fərq olduğuna görə məndə sobam elektrikli sobadır. Ona görə də onun dərəcəsi dəqiq deyil. Mən də fikir vermişəm ki, bişirəndə mənim kojlarım tez bişir. Ona görə də mən bunun dərəcəsini azaldıram. 175 dərəcədirsə, mən bunu təxmini 150 dərəcədən bir azca çoxa qoyub bişirirəm. Və xəmiri yaxşıca qarışdırandan sonra 22 diametrlik qaba tökürəm. Dibinə yağlı kağız sərmişəm. Və kojun bişib-bişməməyini necə yoxlamaq olar? Deməli, ilk 20-25 dəqiqədə sobanın qapağını açmırsınız. Daha sonra açıb baxa bilərsiniz və bişib-bişməməyini çöplə yoxlaya bilərsiniz. Çöpün ucu xəmir kimi olursa bişməyibdir. Bişirməyə davam edin. Təmiz quru çıxırsa hazırdır. Budur, artıq biskvitim hazırdır. Biraz üstü ötübdür. Bu video çəkdiyimə görədir. Video çəkməyəndə bundan da gözəl alınır. Bu cür alındı dostlar. Soyuyandan sonra qabdan çıxardıram və
Baxın, indi ölçüb sizə göstərirəm. Üstü biraz qabarıq alındı. Onu da söyləyim ki, xəmiri tökəndə tən ortadan tökməyin. Biraz qıraqdan tökün, daha sonra ortaya doğru yayın. Belə qabarıq alınmasın. Deməli, bu cür ölçəndə təxmini 4 sm yarım olur. Masanın üzərinə qoyanda isə təxmini hündürlüyü 6 sm oldu. Və tort bişirəcəksinizsə dostlar, yaxşı olardı ki, bir gün saxlayasınız, daha sonra kojlara böləsiniz. Mən üstün qabarıq hissəsini kəsib götürdüm və koju 3 hissəyə böldüm. Siz elə bişirəcəksiniz ki, qabarıq hissəsi olmasın, yəni düz olsun, rahatca 4 yerə bölmək olur. Yəni məndə elə də alınıbdı. Və bu biskviti rahatca buzdolabında hətta saxlamaq olar, heç bir şey olmayacaqdır. Bu qədər dostlar, düşünürəm hər bir şey incəliklərinə qədər başa saldım. Hazırlayan hər kəsə uğurlar, hələlik.